Bugünkü mövzumuz Zirə kəndində təhsilin faydaları və gələcəyin bacarıqlarıdır və qonağımız Zirə Qəsər Mədəniyyət Mərkəzinin müəlliməsi Xatun müəllimədir. Zirə kəndində insanlar bu tip kurslardan nələr gözləyir? Tələbələrin çoxsu kursa başlayan kimi dərhal biz CV öyrənək, CV hazırlamaq öyrənək, çünki işə düzələk. Düzdür, onların zənnincə bu bilikləri öyrənmək bərabərdir iş tapmaq. Lakin mən hər dəfə qeyd edirəm ki, bu bacarığı öyrənmək sizi minlərlə insandan bir addım önə çıxara bilər. Sizə maraqlı suallar verirlər ki, Xatun müəllimə, siz kompüter format deyə bilirsinizmi? Bəli, mən Yaxud da telefonu düzəldə bilirsinizmi? Eynən çox rastlaşıram. Texniki bir usta kimi görürlər artıq sizləri. Siz sayt yığa bilirsiniz, siz format ata bilirsiniz, siz bu proqramı illegal yollarla yükləyə bilirsiniz filan. Balaca Xatun məktəb vaxtı bir gün düşünürdümü ki, gələcəkdə öz müəllimlərinə dərs deyə bilər? Onu düşünməmişəm ki, haçansa mən öz müəllimələrimə dərs deyərəm. Biz yay tətilində bir elan verdik. Məktəb müəllimələrinə bir aylıq Word təlimi keçdik. Çox qürur verici an idi. Yəni düzdür, kursun sonunda mənə çox gözəl feedbacklər gəldi, amma ümid edirəm ki, həqiqətən də məndən razı qaldılar. Onların da belə səmimi yanaşması, sizi həvəslə yanaşmaları, sizi şagirdiniz olmayaraqdan görməsi sizin üçün bəlkə də o təkan olub. Amma müəllimə olmağımı düşünürdüm və hiss edirdim ki, mən haçansa müəllimə olacağam. Düz belə bir planım yox idi. Amma hiss edirdim, o 6-cı hissim deyirdi ki, nəsə gələcəkdə bir görürəm pedaqoq kimi özümü. Sizi insan özünü harda gördü məncə, o yerə gedib çatır. Bəli, 2 ildir ki, bu sahədəyəm. Heç peşman da deyiləm, heç vaxtda yəni işə durub hazırlaşıb gələndə heç bezərəkdən gəlməmişəm, deməmişəm, ayda bu gün yenə iş var. Hətta elə olub ki, mənim təzə başlayanda bir dənə tələbəm olub, bir tələbəyə görə gəlmişəm. Yenə mən qətiyyən də narazıçılıq bildirməmisiniz ki, ayda niyə birdir? Eynən. Çünki o gözünüzə görünmür. Yəni siz onu iş olaraq görməmisiniz, sevgi olaraq gördüyünüz üçün. Başqa bir indi gələcək nəsillərdə məncə nəinki Word, Excel, daha başqa bir proqramlar artıq sistemə girəcək. Düzdür. Gələcəkdə bu Word, Excelin yox olması ehtimalını düşünürsüz? Yoxsa yəni bunu əvəz edəcək hər hansı bir application çıxa bilərmi, ola bilərmi? Düşünmürəm əslində, çünki yeni versiyalar çıxır hər il. Yəni dəyişə bilər əslində. Yəni ona oxşar proqramlar çıxa bilər, amma məncə proqramlar professionallıq olaraq yenə Microsoft-da qalacaq. Eynən. Süni intellektin faydaları və zərərləri nələrdir? Düzgün sual verəndə düzgün cavabı ala bilirik. Zərərlərinə gəldikdə isə bir müddət sonra insan özündən uzaqlaşır, artıq özünü düşünməyə özünü yormursan, çünki o var. Sənin əvəzinə düşünəcək birisi vardır. Sadəcə hisslərini deyib geri dönüş alırsan ondan. Çox və rahat olursan. Bir şey fikirlərsən, okey, ondan soruşursan, cavabı alırsan. Yəni çox və yenə deyirəm, düzgün sualı verib düzgün cavabı almaq da önəmlidir. Onu da bilmək lazımdır. Sizcə Zirədə kompüter kursuna tələbat varmı? Bəli, var. Mövqe cəhətdən də, coğrafiya cəhətdən də çox uzaqda olduğumuza görə bizim kənddə çox vaxt istəmirlər uzaq yerlərə getsinlər kurslara. Bizim kursun bir növ açılmağı, yəni start verməyi yaxşı oldu ki, kənddəki yaşayan artıq insanlar rahatlıqla yaş kateqoriyasından asılı olmayaraq gələ bilirlər, artıq bu tədrisdən yararlana bilirlər və müəyyən müddətdən sonra şəhadətnamə əldə edirlər. Və sonra mən rahatlıqla işə də düzələ bilirlər. Hətta mənə gəlir feedbacklər ki, biz sizin sayənizdə işə düzəldik. Qürur verici andır əslində bu. Sevinirəm mən də adlarına ki. Bəs işə qəbul zamanı sadəcə kompüter kursunun sertifikatının yaxud da şəhadətnamənin olması yetərlidirmi? Bu elə problemdir. Çünki çox vaxt soruşmurlar ki, nə proqramlar öyrədirsiniz. İlk onu soruşurlar ki, nə bizə diploma verəcəksiniz, şəhadətnamə verəcəksiniz, nə verəcəksiniz. Tanınırmı yaxud yox? Eynən, tanınırmı filan. Hər dəfə deyirəm ki, okey, biz bunu sizə verəcəyik kursun sonunda. Siz işdə artıq sizdən potensialınızı, yəni gözləyəcəklər ki, siz nə bilirsiniz artıq. Yəni əsas öyrənməkdir də. Bu sonda bunu əldə eləyəcəksən onsuz da. O işdə müddət var ki, hansı ki yoxlayırlar bacarıqları filan. O müddətdə özünü doğrultmalısan.
Nə dəfə bunu başa salmağa çalışıram. Əlbəttə ki, o sertifikatı, yəni şəhadət Əsas birinci onu soruşurlar. Bəli. Bəs gələcəkdə bu kursunuzun daha da böyüməsi üçün hansı addımları düşünürsüz? Qeyd edim ki, bizim mərkəzimizin kreativ CEO-su var. Yəni biz ideya cəhətdən və Sıxılmırıq, heç çətinlik sıxılmırıq, çəkmirik. Çətinlik çəkmirik. Yəni bizə ideya gəlir. Ən sevdiyim qism da odur. Ən sevdiyim də odur. İdeya Sadəcə icra etmək qalır bizə. icra etmək bizə qalır. İdeya gəlir. İdeyalardakı həmişə özünü doğruldur. Yəni çox da mənim öz prestijim cəhətdən də yaxşı olur və mərkəzimiz cəhətdən, mərkəzimizin tanınmağı cəhətindən də yaxşıdır ki, ideyalarımız işə yarayır.